Salam əziz ibtidai sinif müəllimləri və müəllim olmağa hazırlaşan müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün kursumuz tərəfindən təşkil olunmuş ödənişsiz sınaq imtahanında istifadə olunan Azərbaycan dili suallarını izah edəcəm. Başlayaq sual 1-in izahından. Bütün cümlə üzvlərinin iştirak etdiyi nümunəni müəyyən edin. Cümlə üzvləri dedikdə, yəni mübtədə, xəbər, təyin, tamamlıq, zərflik nəzərdə tutulur. Dayanıb mənə baxan insanlar gizlənməyə çalışırdılar. Nə edirdilər? Çalışırdılar. Nəyə çalışırdılar? Gizlənməyə. Kim? İnsanlar. Hansı insanlar? Dayanıb mənə baxan. Gördüyümüz kimi burada zərflik olmadığı üçün bütün cümlə üzvləri iştirak edib cavabı bunun A variantında ödənmir. Aysu bugün gəldiyi üçün peşman değildi. Peşman değildi. Kim? Aysu. Nə vaxt, nə zaman? Bugün. Nə üçün? Nə səbəbə? Gəldiyi üçün. Burada da yenə təyin, eyni zamanda tamamlıq yoxdur. Meyvələri dərdikdən sonra anasına kömək edəcəkdi. Kömək edəcəkdi kimə? Anasına. Nə vaxt, nə zaman? Meyvələri dərdikdən sonra. Burada isə nə mübtədə yoxdur, nə də təyin yoxdur. Dəftər çantadan çıxanda hamı donub qalmış Sadiqə baxdı. Baxdı kimə? Sadiqə. Kim baxdı? Hamı. Hansı Sadiqə? Donub qalmış. Nə vaxt, nə zaman? Dəftər çantadan çıxanda. Burada mübtədə var. Xəbər var, təyin var, tamamlıq və zərflik var. Bütün cümlə üzvləri iştirak etdiyi üçün elə doğru cavab olur D variantı. Sevinç dolu baxışlar indi onun ən böyük hədiyyəsi idi. Onun ən böyük hədiyyəsi idi. Üçüncü növdə parçalamadan birlikdə cümlə üzvü gedir. Nə? Baxışlar. Hansı baxışlar? Deməli, sevinç dolu. Nə vaxt, nə zaman? İndi. Burada isə tamamlıq olmadığı üçün cavab variantımız E-də ola bilməz. Daha sonra növbəti sual, ikinci sual. Hansı cümlədə vergül yanlış qoyulub? Kəndin yolları palçıqlı idi, lakin maşın hərəkətinə mane olmurdu. Amma ancaq lakin bağlayıcılarından əvvəl vergül qoyulur və burada vergülün qoyulmağı doğrudur, yanlışlıq yoxdur. Rəhim kişi səhər yuxudan oyanıb hazırlaşmağa başladı, çünki şəhərə getməlidir. Çünkidən əvvəl vergül qoyulmağı doğrudur. Madam ki gəlməyib, ona zəng etmək lazım deyil. Madam ki, indiki bağlayıcılarından sonra vergülün qoyulmağı yanlışdır. Və də yanlış olan cavab C-dədir. Artıq anla ki, ki-dən sonra vergülün qoyulmağı doğrudur. Abala, sənə deməyiblər ki, bura gəlmə. Burada abala xitabdan sonra vergül qoyulub. Sənə deməyiblər ki, bura gəlmə. Ki-dən sonra vergül bağlayıcı da düzgün qoyulub. Burada isə sonda nidə qoyulub. Heç bir duruq işarəsi yanlışlığı yoxdur. Doğru cavab olur C variantı. Sual 3. Yazı sözü ilə eyni köklü ola bilən sözlər cərgəsini seçin. Yazdığım sözündə yaz sözün kökü, dığım qrammatik şəkilçi, yaz sözün kökü, dır, ıl, leksik, dı qrammatik. Yazdığım sözü sadə söz olduğu üçün eyni köklü ola bilməz. Yazı, yazlıq, yazmaqdan yazı, yazmaqdan, daha doğrusu yazdan yazlıq yaranır. Lıq adlara qoşulan şəkilçi olduğu üçün buradakı yaz feil yox, isim olduğu üçün məhz yazıl feili ilə eyni köklülük yarada bilmir. Yazan, yazdılar, yaz sözün kökü an qrammatik, yaz sözün kökü d qrammatik, lar qrammatik. Bunlar da sadə sözlərdə eyni köklü ola bilməz. Yazmaq, yazdırmaq, yazmaq, yazı, yazıcı. Hər iki sözün kökü yazmaq feilidir. Yazılmaq sözündə də yaz sözün kökü feildir və hər üçündə leksik şəkilçi olduğu üçün eyni köklü cərgəni tamamlayan ilə D variantıdır. Yazmaqdan yazışmaq eyni köklülük yaratsa da, yazanda sözündə isə anda şəkilçisi qrammatik olduğu üçün bu da sadə söz sayılır və eyni köklü cərgəni pozur. Doğru cavabımız olur D variantı. Növbəti sual 4. Sözlərdən hansının izahı yanlış verilmişdir? Qalxınc, minnət qoymaq doğru verilibdir. Riqqət, ürək yumşaqlığı, şəfqət doğrudur. Məəttəl, intizar, təəccüblü, heyran qalmaq, yəni heyran mənasında doğrudur. İstehza, boşboğazlıq yox, istehza sözünün burada mənası doğru verilməyibdir. İstehza sözü, yəni kiməsə rişxənd eləmək, bax bu mənada işlənir. Tənət, rişxənd bu mənadadır. İstehza boşboğazlıq demək deyil. Yanlış olan cavab D-dir. Labirintlə dolambac dəhlizlərə malik tikili deməkdir. Bu da düzdür. Yanlış olan cavab oldu D variantı. Fe'li xəbərli cümləni seçin. Yazılmış məktubları çantasına qoymaq lazımdır. Lazım, var, daha sonra gərək, mümkün, yox. Bunlar predikativ söz xəbərlərdir ki, ismi xəbər sayılır. Eyni zamanda B variantında da vardır. Bu da ismi xəbərdir.
D variantında tikilən, anən fe'li sifət olduğu üçün ismi xəbərdir. C-də maq-mək məstər olduğu üçün ismi xəbərdir. Cavab E variantıdır. Keçmə fe'lin əmri şəklindədir və xəbər. Bu fe'li xəbərli cümlədir. Ümumiyyətlə, yadda saxlayın ki, xəbər 2 yerə bölünür. Var ismi xəbər, bir də fe'li xəbər. Əgər fe'li xəbər nə zaman olacaqdır? Fe'lin şəkillərindədirsə, fe'lin şəkilləri, yəni əmr şəkli, vacib, lazım, arzu şəklindədirsə, bu fe'li xəbərlidir. Yox, yerdə qalan məqamlar ismi xəbərlidir. Belə ki, məstər fe'li sifətlə ifadə olunsa, isim, sifət, say, zərf əvəzliklə ifadə olunsa, eyni zamanda predikativ sözlərlə ifadə olunsa, bunların hamısı ismi xəbər sayılır. Yəni, fe'li xəbər sayılmır. Məstəri fe'l sifəti görəndə onu fe'l görüb fe'li xəbər deməyin. Onlar ismi xəbər sayılır. Bir məqam da var ki, əvəzliklərdən yalnız sual əvəzliyidir ki, həm ismi, həm də fe'li xəbər ola bilər. Necə? Məsələn, deyirəm, uşaq nə edir? Burada xəbər sual əvəzindən ifadə olunub, lakin fe'lin təsriflənən formasının sualına cavab verdiyi üçün bu fe'li xəbər sayılır. Amma o kimdir? Burada isə ismin sualına cavab verdiyi üçün kimdir? Artıq burada ismi xəbər sayılacaq. Yəni, əvəzlik həm isim, həm fe'li xəbərin ifadə vasitəsi ola bilər. Və 5-ci sualda fe'li xəbərli cümləmiz olur E variantında. Sadəcə bu cümlədə inversiya var. Keçmə namət görgüsündən, qoy aparsın sev səni. Aparsın da burada xəbərdir və əmr şəklində olduğu üçün fe'li xəbərli sayılır. Növbəti sual 6. Nümunədəki əvəzliklər haqqında yanlış fikri soruşur bizdən. Kimsə səni gözlərindən oxumağa başladı. Kimsə ayaqlarından. Yəni, kimsə, heç kim yox, birisi mənasındadır. Biri səni gözlərindən, biri ayaqlarından oxumağa başladı. Amma heç kəs oxuyub sona çata bilmədi. Ortada ilişib qaldı hamısı. Bunlar əvəzliklərdir. Baxaq, bir-birini əvəz edə bilən əvəzlik işlənmişdir. Burada heç kəslə kimsə bir-birini əvəz etmir. Çünki kimsə biri mənasındadır. Heç kəs inkarlıq məzmunu verir. Düzdür, kimsə sözünün heç kim mənasında, heç kəs mənasını ifadə etdiyi mənası var. Lakin kontekst daxilində, cümlə daxilində burada heç kəs mənasını ifadə etmir. Ona görə də bir-birini əvəz edə bilən əvəzlik işlənmişdir fikri səhvdir. Quruluşca hər üç növə aid nümunə var. Kimsə düzəltmə, hamısı sadə, heç kəs mürəkkəb, doğrudur. Quruluşca hər üçünə aid nümunə var. Doğru olduğu üçün ikini cavab olaraq götürmürsünüz. Şəxs qeyri-müəyyən təyin əvəzlik. Şəxs əvəzliyi sən var burada. Şəxs əvəzliyi, kimsə qeyri-müəyyən əvəzlik var, lakin təyin əvəzlik cümlədə yoxdur. Ona görə 3 yanlışdır. Hər biri ismi əvəz etmişdi. Kimsə, səni, kimsə, heç kəs, hamısı, bəli, hamısı ismi əvəz edib. Bu da doğrudur. Yanlışları soruşduğu üçün cavab olur 1-3, yəni A variantı. Növbəti sual 7. Doğru fikri müəyyən edin. Vur-havur, vur-havur, deməli, vur-havur-ha A biçdiricinin vasitəsilə yaranmışdır. Vur-havur isimdir, lakin burada sifət yazdığı üçün yanlışdır. Üzü yuxarı sifət yox, zərfdir, yanlışdır. Qaça-qaç, nə qaça-qaç, vur-havur, nə vur-havur isimdir və burada isim yazıldığı üçün doğru olan C variantıdır. Belə sifət yox, belə əvəzlikdir, işarə əvəzliyidir. Sadəcə sifət əvəz edə bilər, amma nitq səsi olaraq yenə də əvəzlik sayılır, sifət sayılmır. Filankəs isə təyin əvəzlik yox, qeyri-müəyyən əvəzlikdir. Bu da yanlışdır. Doğru cavab olur C variantı. Sual 8. Frazoloji birləşmə işlənməmiş cümlə hansıdır? Gəl yada salma, dildar, ey vəfadar, ey vəfadar, olub keçənləri. Burada yada salmaq frazoloji birləşmədir, işlənibdir. Qəlbinə dəymişəm, yar bilirəm, ya bilirəm, hər günah məndədir. Burada deməli, qəlbə dəymək frazoloji birləşmədir. Yox, daha inamım qalmayıb heç kəsə. Burada frazoloji birləşmə yoxdur. And içib söz verdik. Biz bu yoldan kimsə döndərə bilməyəcək. Baxın, burada bayaq deyildim, kimsə heç kim mənasını ifadə edir. Bu cümlədə heç kim mənasındadır. Heç kim bizi döndərə bilməyəcək. Amma burada söz verdik, frazoloji birləşməsi var. Sevgisi İsmətə imkan vermədi ki, vüqarı ələ versin. Ələ vermək. Burada frazoloji birləşmədir. Yalnız C variantında işləməyib. Yəni, inamım qalmayıb, frazoloji birləşmə deyil. Burada qalmayıb, nə qalmayıb? İnamım. Hətta ayrı-ayrılıqda da təhlil olunur. Daha sonra növbəti 9. Sifətin hər üst dərəcəsinin işləndiyi cümləni seçin. Qızıl yarpaqlar qapqara torpağın bağrına dəlisov şəkildə düşürdü. Burada qızıl isimdir, yəni bunu ad dərəcəli sifət götürməyin. Qapqara çoxaltma, dəlisov da zatmadır, amma ad dərəcəli sifət yoxdur. Qara günlər ötüb keçib, itəndir. Burada sadəcə qara sifət işlənib, başqa sifət yoxdur və adi dərəcədədir bu da. Sərbəst məktəb günündə uşaqlar tünd rəngli paltar geyinib, sevinclə addımlayırdılar.
Renkli sifətdir, tünd sifətdir. Daha sonra burada sərbəst sifətdir. Gördüyümüz kimi burada renkli, tünd, sərbəst hər biri adi dərəcədədir. Burada çoxaltma dərəcəsində və yaxud adi dərəcədə, daha doğrusu azaltma dərəcəsində sifət yoxdur. Xəstə adi dərəcədədir, ən sağlam çoxaltma dərəcəsindədir, sarı təhər azaltma dərəcəsindədir. Elə hər üç istifadə olunduğu üçün cavab D variantıdır. Çarəsiz adi dərəcədədir, körpə adi dərəcə, sarımtıl azaltma. Lakin çoxaltma olmadığı üçün E də cavab ola bilməz. Hər üç dərəcədə işlənən olur D variantı. Növbəti sual 10-cu sual. Numerativ sözün düzgün işləndiyi cümlə hansıdır? Mənə uzatmış olduğu özü qədər solğun sarı kağız parçasını alıb oxudum. Ata-baba qulu oğlu 6 baş ailə sahibidir. İnsan haqqında baş yox, nəfər işlənə bilər. Baş heyvanlarla bağlı işlənir. Burada numerativ düzgün işlədilməyib. Getmək istəyirsən o yol, o da sən. Bir cüt göz baxacaq arxanca sənin. Bir cüt göz numerativ söz doğru işlənibdir. Burada cüt sözü elə doğru olan B-dir. Asifin cəmi 2 dənə qardaşı var. 2 dənə yox, 2 nəfər. İnsanla bağlı nəfər işlənər. Dənə cansız əşyalarla əsasən işlənir. Bu da yanlışdır. Yəni yanlış işlənib burada. 1-2 dənə yaxşı futbol oynayan tap gətir bizim üçün. Yenə top oynayan insandan söhbət gedir. 1-2 nəfər olar. Dənə yox. Səhv yazılıbdır numerativ. Qız gəlir deyə sənin üçün bir dəst corab almışam. Bir cüt corab olar. Bir dəst kostyum deyə bilərik. Bir dəst corab yox. Doğru işlənən olur B variantında, digərlərində isə numerativlər yanlış işlənib. Sual 11. Cümlədə buraxılmış durğu işarələrinin düzgün ardıcıllıqla verilmiş variant hansıdır? Biz onu məlumatlandırdıq. Burada Q hərfi düşməyib. Biz onu məlumatlandırdıq. Bəs sonra nə etmək lazımdır deyə usta soruşdu. Biz onu məlumatlandırdıq. Bu olacaqdır vasitəsiz nitq. Bir dəqiqə. Vasitəsiz nitq. Sonra nə etmək lazımdır deyə usta soruşdu. Bu isə müəllifin sözüdür. Durğu işarəsi VM sxeminə uyğundur. Yəni, dırnaq açılır, daha sonra dırnaqlar bağlanılır. Burada sual işarəsi, dırnaq bağlanmadan öncə sual işarəsi qoyulacaqdır. Çünki sual dırnağın içərisində qoyulur. Yəni, V, sual işarəsi, dırnaqlar və tiri. Burada vergül qoymayacaq. Çünki sual işarəsi gəldiyi üçün artıq vergül qoyulmur. Amma burada cümlənin daxilində biz onu məlumatlandırdıq. Vergül olacaqdır. Bəs sonra nə etmək lazımdır deyə sual və tirdən istifadə olunur. Ümumilikdə burada dırnaqlardan istifadə olunur. Bir sual işarəsindən, bir tirdən, sonda nöqtə qoyulmayıb nöqtədən, eyni zamanda 2 vergüldən. Belə ki, vergülün, daha doğrusu 2 vergül yox, burada deməli, bir vergüldən istifadə olunacaq. 2 vergül yox. Çünki burada vasitəsizlikdən sonra, yəni müəllif gəlməsinə baxmayaraq, sual işarəsi olduğu üçün vergüldən istifadə olunur. Sadəcə bir vergül buradadır. Biz onu məlumatlandırdıq, vergül. Bəs sonra nə etmək lazımdır? Ümumilikdə dırnaqlar, bir tiri, sual, nöqtə və vergüldən istifadə olunur və həmin doğru cavabımız da olacaqdır D variantında. Yəni dırnaqlar birinci gəlir, sonra vergül gəlir. Daha sonra sual işarəsi, sonra tiri, sonda da nöqtə. Doğru cavab olur D variantı. Sual 12. Hansı cümlədə da zərf cəldən leksik şəkilçidir? Dağda dumandan göz gözü görmürdü. Burada da yerli kan şəkilçisidir. Burada bütün fəsillər gözəl keçir. Yenə burada da yerli kan şəkilçisidir. Bu kənddə müxtəlif xalqların nümayəndəsi yaşardı. Harada? Yenə yerli kan şəkilçisi. Yay fəslində də buradakı də bağlayıcıdır. Qışda dağlar ağ geyinər, yaz qara. Burada qışda sözündə da şəkilçisi bu olmalıydı. Qışda sözündə da nə vaxt, nə zaman leksik şəkilçidir və zərf düzəldir. Elə bizdən də zərf düzəldən leksik şəkilçi soruşduğu üçün cavab olur E variantı. Ümumiyyətlə qışda, yayda, payızda fəsil adlarının üzərinə artırılan da şəkilçisi zaman məzmununu ifadə edərək leksik şəkilçi funksiyasına çıxış edib zərf düzəldir. Sual 13. Tərkibində 3 leksik şəkilçi olan nümunəni göstərin. Ləngitməyə sözü, ləng sözün kökü, ləngimək, ləngitmək, ləngitməyə, ləngitməyə. Bunu bir inkarda düşünə bilərik. Ləngitməyə, ma inkar, yığışdırıcı, deməli, orada arzu şəklinin şəkilçisi. Bir də mək məstər, ləngitmək mənasında. Ədə yenə orada qrammatik şəkilçi. İstənilən məqamda oradakı leksik şəkilçi var. Döngədəkilər, dön, döngə, döngədəkilər, 2 leksik. Az, azal, azalt, azaldır, dı, qı. Burada da 2 leksikdir.
Ələyindəki əl, ələ, ələk, ələyin, ələyindəki. Burada 3 leksik olduğu üçün cavab D-dir. Kəndlilər, kənd sözün kökü, kəndlilər, dəki leksik. Burada isə 2 leksik var. Doğru cavab olur D, çünki bizdən 3 leksik şəkilçili söz istənilirdi. Sual 14. Cümlənin birində təsiri kalda olan söz işlənib. Bahar fəsli yaz ayları gələndə. Bahar burada qeyri-müəyyən kaldadır. Fəsli də i mənsubiyyət çəkicisi olduğu üçün adlı kaldadır. Yazın ayları i burada mənsubiyyət, yazda qeyri-müəyyən kaldadır. Yəni burada təsiri kallı söz yoxdur. Qapı önündə dayananlar dünənki qonaqlardır. Burada təsiri kallı söz yoxdur. Dünən şəhərdən özünə telefon aldı, telefonu aldı. Telefon burada qeyri-müəyyən təsiri kaldadır. Dünən şəhərdən özünə bu telefonu aldı. Demişdik, qeyri-müəyyən təsiri kal tapmaq üçün əvvəlinə bu işarə əvəzini qoşmaqla rahat şəkildə onu müəyyən təsiriyə çevirmək mümkündür. Elə təsiri kalda işlənən C variantındadır. Qəfildən qorxub qorxduğu üçün geri döndü. Burada da plus mənsubiyyət feil sifətin şəkilçisi təsiri kalı yoxdur. Kitabı stolun üstündə qalmışdı. Onun kitabı. I da burada mənsubiyyətdir. Burada təsiri kal yoxdur. Sual 15. Dostluq sözünün fonetik təhlilə bağlı doğru fikri göstərin. Tələffüz olunur dostluq şəklində. Deməli, burada t, s, t-dan sonra samit gəldiyi üçün t tələffüzdə düşəcəkdir. L-da d-ya keçəcək, q-da x-ya. Şəkilçinin tərkibində fərqli tələffüz olunan bir samit səs var. Dost sözün kökü luq leksik. Şəkilçinin tərkibində fərqli tələffüz olunan bir yox ki, q, x-ya, l-da d-ya keçir. Bu yanlışdır. Tələffüzü dostluq kimidir, elə doğru cavab B-dir. Yazılışı deyilişi arasında 2 fərqli məqam yox, 3-dür. T düşür, l-d-ya keçir, q-x-ya keçir. D samitinin kar qarşılığı işlənib. D-nin qarşılığı t-dır, amma sözdə baxırıq ki, tələffüzdə t yoxdur. Tələffüz əsasına baxırıq. Q samitin cingiltili qarşılığı işlənib. Q-nin qarşılığı g-dir. Tələffüzdə də g gördüyümüz kimi yoxdur. Ona görə doğru cavab olur B bəndi. Növbəti sual mətnlə bağlı sualdır. Bir gözü kör maral dənizin sahilinə gəlib, deməli, sahilinə gəlib, bir dəqiqə, burada otlamağa olmalıydı, D hərfi düşməyib, yəni bunu yazaq. Deməli, bir gözü kör maral dənizin sahilinə gəlib otlamağa başlayır, otlamağa, yəni düzgün yazmadıq. Otlamağa başlayır. Görən gözü ilə quyuya baxır ki, ovçu görünsə, qaçıb canını qurtara bilsin. Kör göz isə dənizə tərəf olur. Kör gözü dənizə tərəf olur. Çünki oradan heç bir təhlükə gözləmir. Bu zaman dənizdən üzən gəmidəki insanlar onu görür. Oxla vurub öldürürlər. Canını tapşıran zaman öz-özünə deyir. Mən bədbəxt, qurudan qorxurdum, fəlakət oradan gözləyirdim. Fəlakəti, sığındığım dəniz isə daha təhlükəli oldu. Mətn ideyası ilə bağlı doğru olan variantı seçin deyir. Kör nə istər ki, göz bir əyri, biri düz. Burada mətn ideyası ilə bağlı deyil, baxmayaraq ki, maral kör idi. Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. Burada ağıldan, zəkadan danışılmır. Təhlükənin də öz gözəlliyi var. O insanda mübarizlik ruhunu ona qarşı etmək istədiyini oyadır. Burada təhlükənin gözəlliyindən danışılmır. Əksinə təhlükə nəticəsində maral həyatını itirir. Nadanlıq qürurla birləşdikdə təhlükəli olur. Burada nadanlıqdan, gerilikdən danışılmır. Bəzən sığınacaqların özü ən böyük təhlükəyə çevrilir. Bəli, o dənizə sığınmışdı və dənizin özü bunun üçün bir təhlükə mənbəyi olur və maralın ölümü ilə nəticələnir. Ona görə doğru cavab olur E variantı. Sual 17. Xanlığın sülh və rifah içində yaşadığı bir zaman idi. Gürcüstan valisi İrakli ilə dostluq davam edir. İrakli, Qazaq və İrəvanı idarə edirdi. İbrahim xanın isə hökmü Dağıstandan ta Təbrizə qədər yeriyirdi. Yalnız Quba hökmdarı Fətəli xan ona boyun əymək istəmir, ona qarşı daim bir düşmənçilik bəsləyirdi. Lakin Fətəli xan təhlükəsi İbrahim xan üçün əhəmiyyətli bir şey deyildi, çünki ələ keçilməsi mümkün olmayan uca barılar, göçlərlə əhatə olunan bir şəhərin hökmdarı Fətəli xandan qorxardımı? Bir işarəsi ilə Qaradağ, Xoy, Naxçıvan, Şəki xanları köməyinə qoşulardı. Mətnə əsasən hansı suala cavab tapmaq olar? İbrahim xan hansı şəhərin hökmdarıdır? Bilə bilmirik, yəni mətndə verilməyib hansı şəhərin hökmdarı olduğu. Ələ keçirilməsi mümkün olmayan şəhəri kim saldırmışdı? Şəhərin də kim tərəfindən salındığı bilinmir. Şəki xanı Fətəli şaha düşmən idimi? Bunu da cavabını mətn əsasına görə bilmirik. Gürcü valisi ilə İbrahim xan arasında qohumluq münasibətləri varmı? Burada da münasibətin olub-olmadığını bilmirik.
İbrahim xan Fətəli xanla müharibə olacağı təqdirdə yalnız öz ordusuna arxayın idimi? Xeyr. O, bir işarəsi ilə Qaradağ, Xoyun, Naxçıvan, Şəki xanları köməyinə qoşulardı. Cümləsi, yəni sonuncu cümlə bunun cavabıdır. Ona görə cavab tapmaq olar E variantındakı suala. Sual 18. Hava qaralmışdı, amma göy üzü hələ də açıq idi. Havada uçuşan gecə quşları görünürdü. Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq şəklində dəyirmi qurulmuşdu. Çox böyük idi. Baş tərəfdə taxt qoyulmuş, baxış tərəfdə çubuqlardan hörülüb üstünə çəkilmiş divarın dibinə döşəkçələr düzülmüşdü. O başını əyib içəri girsə də alaçığın qapısından asılan örtüyü salmamışdı. Şamların zəif işığı qapıda dayanan iki keşişçidən birinin sağ qolunda geydiyi qalxanın üstünə düşmüşdü. O birisinin silüeti isə havanın fonunda aydın seçilirdi. Mətnlə bağlı yanlışı tapmalıyıq. Çadırda 3 nəfər var, yanlışdır. Çünki çadırın içində yalnız Uzun Həsənin olduğu qeyd olunur. Oradakı iki keşikçi isə çadırın çölündə idi. Taxt çadırın qapısının yanında idi. Xeyr, taxt baş tərəfdə qoyulmuşdu. Çadırın qapısının yanında yox, baş tərəfdə idi. Bu da yanlışdır. Uzun Həsən qalxanına şam işığı düşməyən keşikçinin yerində olub-olmadığını çadırın içindən də görə bilərdi. Bəli, çünki deyir ki, orada açıq idi. Yəni çadırın qapısından asılan örtüyü yerə salmamışdı, ona görə bilərdi. Bu düzdür. Çadırın alaçığa bənzəyən cəhəti var. Bəli, çadır alaçıq şəklində dəyirmi qurulmuşdu. Bu doğrudur. Əgər kimsə çadıra girsəydi qapıdan asılan örtüyü qaldırılmalı idi? Xeyr, çünki onsuz da qalxmışdı. Yenidən niyə qaldırsın ki? Onsuz da qalxmışdı. Deyir ki, asılan örtüyü salmamışdı. Yanlış olanları soruşduğu üçün cavab olur 1, 2 və 5. 1, 2, 5, yəni 1, 2, 5 olur D variantında. Növbəti sual. Verilən hansı əməli yazıya aiddir? Kimə verildiyi dəqiq qeyd edilməlidir? Kimin verdiyi dəqiq qeyd olunmalıdır? Etibar ediləcək anlayışın məzmunu yazılır. Etibar sözünə görə bilmək olardı ki, burada söhbət vəkalətnamədən gedir. Sual 20. Hansı əmr cümləsidir? Dərslərinizi vaxtında oxumalısınız. Malı məli vacib şəklində olduğu üçün bu nəqli cümlədir. O vaxtla bugünkünün fərqi çoxdur. Bu da nəqli cümlədir. Dünənki tapşırıqlar bugün bitiriləsidir. Əsası lazım şəklində olduğu üçün nəqli cümlədir. Qardaşlar, narahat olmayın. Bəli, bu əmr cümləsidir. Məqsədlərinə çatmağa çalışdı. D xəbər şəklinin şəkilçisi, yəni əlamət olduğu üçün zaman şəkilçisi var. Bu da nəqli cümlədir. Ümumiyyətlə sonunda nöqtə qoyulan cümlə ya əmr cümləsidir, ya da ki nəqli cümlədir. Əgər əmr şəklindədirsə əmr cümləsi, yerdə qalan məqamlarda nəqli cümlədir. Burada bir dənə əmr şəklində olan narahat olmayın budur. Yerdə qalanlar əmr şəklində olmadığı üçün nəqli cümlə sayılır və doğru cavab olur D variantı. Daha sonra müəllimlər 20-ci sualdan, yəni digər əlavə 5 sualsı sertifikasiya aid olan suallardır. İndi isə həmin suallara baxaq. Hər iki tərəfi isimlə ifadə olunan ismi birləşmə hansıdır? Deməli, isim birləşmə axtarmalıyıq biz. Gözəl xasiyyət, dadlı yemək, qızıl payız, şirin söz, kitab oxuyan şagird. Burada dadlı yemək, hamısı isim birləşmədir. Sadəcə hər iki tərəf isimlə ifadə olunanı tapmalıyıq. Oxuyan burada feili sifətdir. Kitab oxuyan feil sifət tərkibi yaradır. Şirin sifət, dadlı sifət, gözəl sifətdir. Lakin qızıl da, payız da isim olduğu üçün elə isim birləşmə hər iki tərəfdən ifadə olunan olur C variantı. Sual verim ki, qüvvətləndirici ədat işlənmiş cümləni seçin. Gəlin bu işi çox uzatmayaq. Bu əmr ədatıdır. Kaş arzu ədatıdır. Onlar indi elə bunu düşünürdülər. Onlar indi elə bunu düşünürdülər. Burada elə olacaq məhdudlaşdırıcı ədat, daha doğrusu dəqiqləşdirici ədat. Olmaya sən bunu yoldan tapmısan, tapıbsan, tapmısan. Burada sual ədatı var. Dedim axı, niyə yubanmayın? Sizə yubanmayın. Dedim axı, sizə yubanmayın. Axı burada qüvvətləndirici ədat olduğu üçün doğru cavab olur E variantı. Hansı cümlədə düz sözü zərfdir? Düz ümumiyyətlə sifət ola bilər, zərf ola bilər, ədat ola bilər, feil ola bilər, isim ola bilər. Özündən sonra feil gəlsə zərf olur, isim gəlsə sifət olur. Düzü lapla əvəz eləyə bilsək ədat olur. Eyni zamanda düz feil olur. Məsələn, kitabı rəfə düz. Baxaq indi, siz gərək düz olanları danışardınız. Düz olmaq, əyri olmaq, burada birlikdə gedir, mürəkkəb feil yaradır. Sonra həmişə maşını düz qapının ağzına saxlayır. Burada lapla əvəz edə bilirik ədatdır. Bunları stola düzəndə ehtiyatlı olun. Burada düzmək feildir.
Sözün düzünü zarafatla deyərlər. Burada düz sifətdir. Sənin düz danışmağın onlara təsir etdi. Düzdən sonra danışmaq məstər feil gəldiyi üçün elə düz burada zərfdir. Doğru cavab olur E variantı. Növbəti sual 24. Hansı fikir yalnız feil sifətə aid edilə bilər? Sifətin xüsusiyyətini daşıya bilmək, bu isim də sifətin xüsusiyyətini daşıya bilər, yəni sifətləşə bilər. Tərkib əmələ gətirə bilmək, yalnız feil sifətə yox, məstər və feili bağlamaya da aid edilən xüsusiyyətdir. Cümlədə təyin olmaq həm sifət, həm isim, eyni zamanda feil sifət də ola bilər, yalnız buna aid deyil. Sifət və feilin xüsusiyyətini daşımaq, bəli, yalnız feil sifətə aiddir. İsmin xüsusiyyətini daşıya bilməkdə sifət də sayda isim xüsusiyyətini daşıya bilər. Sonuncu, yəni 25-ci suala baxırıq. Məchul növdə olan feili göstərin. Feilin ümumiyyətlə qrammatik məna növlərini işləyəndə iki yolla işləyirik. Birinci, biz onun şəkilçisini axtarırıq. Əgər məlum soruşulmursa, digər məna növləri soruşursa. İkinci isə mənaya baxırıq. Rastlaşmaq sözünə rast sözün kökü, rastlamaq deyilən söz olmadığı üçün laş leksik, maq qrammatik. Burada heç bir növ şəkilçisi olmadığı üçün təbii ki, bu məlum növdə götürüləcək. Çünki şəkilçi yoxdur. Birinci tələb ödənmir. Deyilmək. D sözün kökü, yetişdirici, illeksik, məc qrammatik. Şəkilçi gözlənildi. Mənaya baxsaq, nə söz özünə deyilmir ki, kimsə tərəfindən deyilir. Məsələn, söz deyildi. Və burada da olacaq məna da məchulun, yəni belə deyim, mənasına uyğun olduğu üçün elə doğru cavab hər iki şərt ödəndiyi üçün B-dir. Gəzinmək sözü, gəzmək, gəzin, gəzinmək. Şəkilçi in şəkilçisidir. Eyni zamanda məna qayıdış növü mənasıdır. Çünki özün gəzinirsən. Baxılmaq şəxsiz növ feildir. Deyişmək isə qarşılıq birgəlik növdədir. Bu da məchul növ götürülmür. Məchul növdə olan feil olacaqdır B variantında. Belə əziz müəllimlər və müdavimlər, sualların izahı bu qədər. Əgər izahı bəyəndinizsə, kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Hələlik növbəti video izahlarda görüşərik.